Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşnağa savalanma sistemindəyik. 4 sot və 4 sotdan artıq torpaq sahəsinin üzərində 250 kvadrat həyət evimiz çıxıb satışa. Köhnə bələdiyyədir, yaşayışlı var, kanallarına qədər var. İnşallah təqdimatını təqdim edək. Həyətin təqdimatından sonra keçirik evin içərisinin təqdimatını. Xırda tamamlanma işləri qalıb. Qiymət 92.000 manatdır. Yəni belə deyək də İnşallah özünüz görəcəksiniz. Gəl qardaşım, sağ tərəfi göstər zəhmət olmasa. Az da olsa belə deyək, meyvə ağaclarına qədər var. Və bir dənə burada böyük xurma ağacı var. Allah hər kəsin malına mülkünə bərəkət versin inşallah. Yağış da yağır nemətdir. Qardaşım, giriş hissəsini təqdim elə izləyicilərimizə. Və keçid edək evin içəri hissəsinin təqdimatına. Aşağıda demək olar ki 2 zaldır, bir mətbəxdir. Yuxarıda isə 5 otaqdır. Yuxarıda az tamamlanma işləri qalıb. Aşağıda da demək olar ki tamamlanma işləri az qalıb. Avoydi bir də xırda tamamlanma işləri olan və poldu, belə bir şeylər qalıb. İstilik olmayıb. Burada zal kimi də istifadə etmək olur. Gəl qardaşım. Burada da böyle böyük bir zalı var. İşi olmadığını yayın güclü sayası bizləri. Fikir verin betonlarına qədər 40-60 betonlardan istifadə olunur. Sonra burada mətbəxçi nəzərdə tutulub. Ev o nəzərdə çatdırım ki, istiposun da nəzərdə tutulub. Və kombina xəttlərinə qədər atılıb. Aşağıda sanuzeli var, təmirsiz düzdür. Böyle sanuzeli var, təmirsiz. Təmirsiz yəni ki, xırda işlər var. Odalar bölməsi deyil. Amma ikinci mərtəbə demək olar ki, tam hazır bir vəziyyətdədir. Qalxaq ikinci mərtəbənin təqdimatına inşallah. Daha da nəzərinizə çatdıraq ki, şəxsi tikilidir, manayətdir, yəni yaxşı tikib qardaş. Belə heç kəsin əziyyətini itirməyəsən. Burada demək olar ki, bura hazır bir vəziyyətdədir. Burada aboy, sadəcə aboy lazım olur. Gəl, birinci buna təqdim edək. Gəl qardaşım.